Eksklüziv olaraq Silent Az saytı üçün. Mən bu söhbəti cəmi əziyyət çəkən oğlanlara həsr edirəm. Haqqı olub dünyasını dəyişən və haqqı olub qalanların şərəfinə deyirəm bu söhbəti. İstəmirəm ağrımayan başınızı. Nəysə bir-iki söz deyim, dinləyin qaqaşınızı. Ala salım sizi lomkaya, biraz gediz dumkaya. Elə bilməyin deməmmə, bir özgə aləməmmə. Çünki mən tüfeyliyəm, gərək düzünü söyləyəm. Bu sinəmin qəmindən, cinayət aləmindən. Belə doğru qanuni. Dustaq dərk edir bunu. Saxlamaq üçün zoni, oğlanın beşi onu çəkmək üçün əziyyəti, götürürlər vəziyyəti. Belə olardı qabaqlar, bilir köynə uşaqlar. Zonot tutub yanardı, qrefdə paylanardı. İynə nəşə xumari, qızışdırır qumari. Vardı mehribansılıq, nə püflü o yalansılıq. İndi təmiz zamanın verməyirlər tavanı. Kimlərin ki maslı var, onların vlaslı var. Silent Az. Biri barıcın roja, əlində canlı koja. Biraz pulu malı var, bomba kimi halı var. Nə yapşakı gözləyir, ondan qabaq söz deyir. Gedib satsa oğruya, gərək bunları doğruya. Dedim özümə, ölümü alıb gözümə. Bilsələr vuracaqlar, sən osunduracaqlar. Ana dəyişdilər dadını, bu pervinin adını aç yerə soxdular. Sukalarına poxdular. O cür oğlanların, axan təmiz qanların təmizləyib sildilər. Ala bunlar nə zibildilər. Rəhmətli Bəxtiyarın çartlatdılar məzarın. Bəs masallı Mamet süzə az verdirib abed süzə. Zaptırıq ki zaptırıq, abuduşun pıskırıq. Ala bətçırıq, oğlu çırıq, vergindən qiymət buna, eylə mərhəmət buna. Silent Az. Rəhmətli Mir Seymurun bir dənə deseydi vurun, öpərdüz əyağından, ya qaçardız qabağından. Qudurmusuz padlala. Bugünün sabahı var, gəlsi evin yiyəsi, söz var ona deyəsi. Aldız uqla boyları, sən burada